İranın digər yerlərinə Azərbaycan Prezidenti Əbülfəzil Elçi bəyin, Azərbaycan dövlətinin, Azərbaycan parlamenti adından öz minnətdarlığımızı bildiririk. Çünki bugünkü Azərbaycanın ağır vəziyyətində İran Azərbaycana istər mənəvi, istər maddi dayaq olmaq etibarilə Naxçıvan Muxtar Respublikasının mühasirədən çıxarılmasında çox mühüm bir tarixi bir iş gördü. Düzdür, bu iş qarşılıqlıdır. Amma İran rəhbərliyinin, İran xalqının mərhəməti, İran xalqının Azərbaycanın erməni təcavüzünün aradan qaldırılması sahəsində gördüyü çox konkret bir işdir. Şu anda yaşayan bizim müsəlmanlar, Azərbaycanlılar, istərsə cəmi Azərbaycan xalqı bugünkü günü heç vaxt yadından çıxartmayacaq.